Salam, hörmətli izləyicilər. Necəsiz? Xoş gördük hər birinizi. Bugünkü dərsimizdə sizlər üçün Hindistanda meydana gəlmiş növbəti Türk dövləti Delhi Sultanlığı haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. İlk öncə belə bir məlumatı vurğulamaq istəyirəm ki, hələ Delhi Sultanlığı yaranmamışdan da öncə Hindistan ərazisində, əsasən də Hindistanın şimalında Türk mənşəli tayfalar yaşayırdılar. Onların burada yaşaması lap əvvəlki dövrlərdə Ağ Hunların burada məskunlaşması ilə Qəznəlilər dövlətinin burada meydana gəlməsi ilə əlaqədar olmuşdur. Hansı ki, biz keçmişdik ki, Ağ Hunda, Qəznəl dövlətdə Türk mənşəli dövlətlər idi. Və 4-cü əsrin ikinci yarısında Ağ Hunların, 11-ci əsrdə isə Qəznəlilər dövlətinin yaradılması Hindistanda şimalında Türk tayfalarının mövqeyini gücləndirdi və yüksəltdi, onların nüfuzunu artırdı. Təbii ki də onların növbəti varisləri olaraq Delhi Sultanlığı və Böyük Moğol dövləti yaranmış olacaq. Burada da qeyd etmişəm ki, 6-cı, 19-cu əsrlər dövründə Türk tayfalarının mövqeyi daha da güclənir. Əsasən burada Türk tayfaları məskunlaşırlar. Təbii ki, 19-cu əsrdən sonra bəzi hindlilərin və pakistanlıların burada məskunlaşması bir qədər Türk xalqının etnik tərkibin dəyişməsinə səbəb olmuşdur. Qəznəlilərin biz yaradılmasını keçən zaman öyrənmişdik ki, Qəznəlilər dövləti 962-ci ildə yaradılmış, ta 1187-yə qədər mövcud olmuşdur və 1187-ci ildə növbəti Türk tayfası olan Qurlu tayfaları tərəfindən Qəznəlilər dövlətinin varlığına son qoyulmuşdur. Təbii ki də burada bir dövlətə son qoyulmuş, yeni bir dövlət yaranmış, yenidən onun davamçısı Türk mənşəli bir ərazi olmuşdur. Qurlu tayfalarının buradakı ağalığı dönəmlərində belə bir fikir ifadə etmək istəyirəm ki, Qurluların özləri də Türk mənşəli olsalar da belə, onların içərisindən bəzi şəxslər məmlük və ya qulam adlandırılırdı. Belə ki, onların içərisindən bəziləri xüsusi götürülərək saraylarda hərbi təlim keçilir və orduya cəlb olunurdu. Bu cür döyüşçü olan türklər, yəni Qurlular, məmlük və ya qulam adlanırdı. Bu cür məmlük və ya qulamlardan biri də Qütbəddin Aybək adlı şəxs olmuşdur ki, o Qıpçaq türkü idi və sonuncu Qurlu hökmdarı Məhəmmədin ölümündən sonra, onun sui-qəsdlə öldürülməsindən sonra Qütbəddin Aybək Hindistanın şimalında hakimiyyəti ələ alır və 1206-cı ildə Delhi Sultanlığının əsasını qoyur. Ümumiyyətlə, Delhi Sultanlığı mövcud olduğu dövrlər ərzində bir çox zamanlar Türk sülaləsi tərəfindən idarə edildiyi halda, bəzi zamanlarda Əfqan mənşəli tayfa tərəfindən idarə olunmuşdur. Belə ki, 1206-1290-cı illər dönəmində Delhi Sultanlığı Məmlüklər sülaləsi, 1290-1320-ci illər ərzində isə Xələclər sülaləsi tərəfindən idarə edilmişdir. Hər iki sülalə Türk mənşəli sülalə olmuşdur və ümumiyyətlə 15-ci əsrin ortalarına qədər Türk mənşəli sülalə tərəfindən idarə edilmiş Delhi Sultanlığında 15-ci əsrin ortalarında Əfqan mənşəli sülalə hakimiyyətə gəlmişdir. Qütbəddin Aybək haqqında məlumat vermək istəyirəm. 1206-cı ildə Delhi Sultanlığını yaratdı. Dövlətin paytaxtı Delhi şəhəri seçildi. Əsasən Hindistanın şimal ərazilərini əhatə edirdi. Qütbəddin Aybək şimali Hindistanı özünə tabe etməyə nail olmuşdu. Hakimiyyət dövrü 1206-dan 1210-cu ilə qədər 4 il ərzində mövcud olmuşdur. O, hakimiyyəti dövründə əsasən Türk dilinin geniş yayılmasına böyük önəm vermişdi. Türk ədəbiyyatının genişlənməsinə, Türk adət-ənənəsinə aid əsərlər yazılmasına böyük önəm vermişdi. Eyni zamanda onun hakimiyyəti dövründə İslam dininin yayılmasına böyük qayğı göstərmişdir. Qütbəddin Aybək özü yalnız Türk dilini yox, eyni zamanda ərəb və fars dillərini də bilirdi. Onun dövründə inşa olunmuş memarlıq abidələrindən Qütb Minar minarəsinin adına çəkmək olar, hansı ki, onun hakimiyyət dövrünə aiddir. Bundan başqa deyəcəyik ki, 1210-cu ildə o qədim oyunlardan biri olan Çövkən oyunu zamanı atdan yıxılmış və beləliklə ölmüşdür. Hakimiyyətə isə onun varisi olmadığı üçün onun qızının həyat yoldaşı, yəni kürəkəni elə tutmuş adlı şəxs gəlmişdir. Və burada Şimali Hindistan sözünü qeyd etmişəm, hansı ki, biraz öncə söylədim ki, Qütbəddin Aybək Şimali Hindistanı özünə tabe etməyə nail olmuşdur. Eltutmuş xan haqqında məlumat vermək istəyirəm. Eltutmuş xan 1210-cu ildən 1236-cı ilə qədər hakimiyyətdə oldu. Onun hakimiyyət dövründə bir sıra xüsusiyyətləri qeyd etmək olar. Belə ki, o da Şimali Hindistanı özünə tabe etməyə nail oldu.
Monqollara qarşı uğurlu mübarizə apardı, qərbdən baş verə biləcək yürüşlərin qarşısını almağa nail oldu. Eyni zamanda Monqollardan qaçıb ona sığınacaq istəmək üçün gəlib yaxınlaşan Xarəzmşah Cəlaləddinə sığınacaq verdi, ona yer verdi, Monqollardan onu qorudu. Ölkənin ərazilərini şərqə doğru genişləndirməyə nail oldu. Deməli, onun dövründə genişlənməmiz var. Bundan başqa, Türk tayfalarının burada mövqeyinin güclənməsində rol oynadı. Eynən Qutbəddin Aybək kimi, eyni zamanda bəzi Türk tayfalarını Monqolların hücumundan qorumağa bacardı. Monqolların təzyiqindən qaçan Türk tayfalarına sığınacaq verdi. Və o, Abbasi xəlifəsi tərəfindən Sultan adlandırıldı. Sultan titulunu Eltutmuş xan qəbul etdi. Hakimiyyəti dövründə dövlətin ərazilərini mərkəzi hakimiyyətə tabe etmək üçün, əl qolunu yığmaq üçün iqtisad sistemini həyata keçirdi. Belə ki, iqtisad torpaqları paylamaqla vilayət başçılarını özünə tabe etməyə nail olmuşdur və onun hakimiyyət dövründə nizami ordu yaradıldı, ordunu gücləndirməyə bacardı, eyni zamanda öz adına da pullar kəsdirmişdi. Qeyd etdiyim bütün bu məlumatlar Eltutmuş xan adı ilə bağlı olmuşdur. Hələ sağlığında qızı Raziyə Sultanı dövlətin başına gətirməyə nail olmuşdur. Raziyə Sultan 1236-1240-cı illər dönəmində hakimiyyətdə oldu. O, Türk İslam dünyasında ilk Türk qadın hökümdarlardan biri hesab olunur. Hakimiyyət dövrü yalnız dahi çəkişmələrlə xatırlanır. Ondan sonra hakimiyyətə Qiyasəddin Balaban adlı hökümdar gəldi. O, ölkəyə gələn zaman bu parçalanmanın daha çəkişmələrin qarşısını almağa bacardı, dövlətin varlığını qoyub saxlamağa bacardı və Monqollara qarşı uğurlu mübarizə aparmağa nail oldu. Dövlətdə digər hökümdar olmuş şəxslərdən Əlaəddin Xələc haqqında məlumat vermək istəyirəm. Əlaəddin Xələc Xələclər sülaləsinin nümayəndəsi idi. 1290-cı ildə hakimiyyəti ələ almışdı. Onun hakimiyyət dövründə Cənubi Hindistanı özünə tabe etməyə nail oldu. Eyni zamanda belə bir məsələ qeyd olunur ki, o artıq sərkərdələrə və məmurlara verilən torpaqları pulla əvəz etdi. Belə ki, Əlaəddin Xələcdən öncə deməli, sərkərdələrə və məmurlara maaş verilən zaman bu maaşı torpaq şəklində verməyə yığışdırdı. Artıq bu torpaqların əvəzinə pul verməyə başladı. Artıq maaş pul şəklində verilməyə başladı. Vergi sistemi nizama saldı, qayda qanun yaratdı. Eyni zamanda Monqolları tamamilə məğlub edib ölkədən çıxarmağa nail oldu. Bütün bu qeyd etdiklərim Əlaəddin Xələcin dövrü ilə bağlı oldu. 14-cü əsrin sonunda Dehli Sultanlığı Əmir Teymurun yürüşünə məruz qalır və bu zaman Dehli Sultanlığında böyük qarətlər həyata keçirilir, buranı işğal edir və bununla da Dehli Sultanlığında böyük bir zəifləmə dövrü başlayır. 15-ci əsrin ortalarında isə artıq Dehli Sultanlığı parçalanmağa doğru gedirdi. Yəni artıq o zəifləmə dönəmləri idi ki, ümumiyyətlə növbət dərslərimizdə mən daha ətraflı məlumat verəcəm və biz Dehli Sultanlığına, varlığına son qoyulmasını 1526-cı illə götürəcəyik. Çünki 1526-cı ildə Panipat döyüşü baş verir və bu döyüşdə Moğol sülaləsinin nümayəndəsi Babur Şah, Babur adlı şəxs gəlir son qoyur Dehli Sultanlığına və hakimiyyəti alıraq böyük Moğol dövlətini yaratmağa bacarmışdı. Ölkənin sosial-iqtisadi həyatına gəldikdə isə burada bir dövlət xalqı vardı, bir də himayəyə götürülmüş xalq. Ümumiyyətlə Hindistanda yalnız müsəlmanlar yox, eyni zamanda hindlilər də yaşayırdı. Əsasən şimalda və mərkəzdə müsəlmanlar, cənubda isə hindlilər yaşayırdı. Lakin onların burada yaşamasına baxmayaraq nə müsəlmanlar, nə də hindli racələr, yəni başçılar Hindistanı vahid halda birləşdirə bilmədilər o Dehli Sultanlığının parçalanması dövründə və burada insanlar tərəfindən, dövlət tərəfindən müsəlmanlar dövlət xalqı adlandırılırdı. Hindlilər isə himayəyə götürülmüş xalq adlandırılırdı və bəzi dövlət vəzifələrinə seçilməyə gəldikdə əsasən hindlilərə önəmi verilirdi. Daha sonra dövlətin başında qeyri-məhdud səlahiyyətlərə malik sultan dururdu. Sultandan sonra ikinci şəxs baş vəzir hesab olunurdu ki, mülki və hərbi idarəçiliyi həyata keçirirdi. Ölkə vilayətlərə bölünürdü, vilayətlər isə dairələrə bölünürdü. Vilayətlərə vali rəhbərlik edirdi, dairəyə isə rəislər rəhbərlik edirdi. Məhkəmələr vardı burada, hansı ki məhkəmələri idarə edənlər, müsəlmanların məsələsini həll edənlər qazı adlanırdı. Hindlilərin məsələsini həll etmək üçün isə dövlət tərəfindən xüsusi məmurlar təyin olunmuşdu.
Torpaq mülkiyyət formaları var idi burada. Dövlət torpaqları, hansı ki dövlətə məxsus torpaqlar idi. Bu torpaqlardan yığılan vergilər birbaşa icma başçısı tərəfindən yığılırdı və birbaşa o özü xəzinəyə çatdırmalıydı bu vergini. Bəzən bu vergilər gözə yarı təyin olunurdu. Bu da təbii ki, müəyyən qədər narazılıq yaradırdı. Meşələr və çəmənlər də eyni zamanda dövlət mülkiyyəti hesab olunurdu. Xas torpaqları hökmdarın ailəsinə və sülaləsinə məxsus torpaqlar idi ki, xas torpağında çalışanlara dövlət xəzinəsindən xüsusi maaş ayrılırdı. İqta torpaqları türk mənşəli sərkərdələrə və məmurlara verilən torpaqlar idi ki, onların sahibi zəmindar adlanırdı. Mülk torpaqları yerli feodalların irsdən keçən öz mülkiyyətlərində olan torpaqları idi. Vəqf torpaqları dini idarələrə, məscidlərə, mədrəsələrə, bəzi alimlərə, şairlərə verilən torpaqlar hesab olunurdu və sonra icma torpaqları isə kəndlilərin istifadəsində olan torpaqlar idi. Delhi Sultanlığı haqqında verəcəyim məlumat bu qədərdir. İnşallah növbəti dərslərimizdə Böyük Moğol dövləti və digər dövlətlər haqqında məlumat verəcəm. Oldu, sağ olun.